Siqareti ata bilmirsən, gündə 3 baska, 4 baska siqaret çəkirsənsə, siqaretə pul verməkdən cibində pul qalmayıbsa, daha sonra alkoqoldan əziyyət çəkirsən, gün aşırı və ya hər gün alkoqol qəbul edirsənsə, bu asıllıqlardan bir dəfəlik azad olmaq istəyirsənsə, video tam sənin üçündür. Sona qədər izlə və ekranın kənarında olan ağ ürəyi qızartmağı, plus işarəsini toxumağı yaddan çıxartma ki, videomuz bu asıllıqdan əziyyət çəkən insanların qarşısına çıxsın və onlar da bu video sayəsində bu asıllıqlardan tamamilə azad olsun. Bugün sənə elə bir qarşım deyəcəm ki, baxa qarşım heç bir tabletka və ya dərman demirəm. Özünüz evdə hazırlaya biləcəyiniz bir qarşımdır. Bu qarşım sayəsində siz 3-4 gün ərzində nikotin asıllığı, alkoqol asıllığından bir dəfəlik azad olacaqsınız və sağlam həyat tərzi keçirəcəksiniz. Deməli, qarşımız necədir? Qaynayan suyun içərisinə 1 stəkan süd qoyursunuz. Südün üzərinə 3 çubuq darçın və sarıkök əlavə edirsiniz. Bir müddət keçdikdən sonra stəkanı götürürsünüz və südün üzərinə 1 çay qaşığı bal əlavə eləyərək yaxşıca qarışdırırsınız. Və bu qarışımı içdikdən sonra dərhal bədəniniz və orqanizminiz zərərli maddələrdən təmizlənəcək və sizin orqanizminizin nikotinə, alkoqola olan istəyi tamamilə aradan qalxacaq. Sadəcə 2-3 gün təkrarlamağınız kifayətdir ki, bu asıllıqlardan bir dəfəlik qurtulasınız. Amma südün ilıq olmağına fikir verin, çünki yadımdan çıxmışdır. Deməli, bu qarşımı içdikdən sonra cəmi 3-4 gün ərzində siz siqaretə və alkoqola olan asıllığınız bir dəfəlik aradan qalxacaq. Videonu siqaretdən və alkoqoldan əziyyət çəkən tanışlarınıza, dostlarınıza göndərməyi yaddan çıxartmayın və sonraki videomuz qəbizlik, ödəm, həzmsizlik kimi problemlərdən olacaq. Bu problemlərdən siz də qurtulmaq istəyirsinizsə, yorumlara plus işarəsi atmağı yaddan çıxartmayın. Sağ olun, salamat qalın.